Növbəti məsələ siqaret çəkmək. Bu şeydən ümumiyyətlə Allaha sığınırıq. Siqaret çəkmək alimlər ittifaq ediblər ki, orucu batil eləyir. Və fikir versəz, bəzi ərəb zonalarında buna siqareti çəkməyə içmək deyirlər. Şurb deyirlər. Şurbu duxan. Yəni o dumanı içmək. Necə ki o həmçinin türklərdə də bu cürdür ki, siqara içmək deyirlər. Və bu da alimlər o məsələyə salır ki, yeyib içmək məsələlərdəndir. Və siqaret çəkmək də orucu pozur, heç bir ixtilaf yoxdur bu barədə. Və ümumiyyətlə müsəlman bu şeylərdən uzaq olmalıdır qardaşlar. Allaha sığın. Və ümumiyyətlə müsəlman bu şeylərdən uzaq olmalıdır qardaşlar. Və Allaha sığınırıq o şeylərdən ki, yəni siqaret çəkmək haramdır. Siqaret çəkmək haramdır. Və bunu yəni buna olan dəlillər həm istər vaqiə ilə olsun, istər şəri dəlillərlə olsun, siqaretin haramlığına yəni nə qədər dəlil saymaq olar. Hansı ki bəzi insanlar çıxır görürsən ki, deyirlər ki, siqaret çəkmək məkruhdur və yaxud da Allaha sığınırıq, bəziləri deyir mübahdır. Nəuzu billah. Siz hansısa səhabə, siz hansısa salih birisini təsəvvür edə bilərsinizmi? Gəlmişsiniz fətva soruşmağa, adam əlində siqaret tüstülədə sənə Allahın dinini başa salır. Nəuzu billah. Böyle bir şey ola bilərmi? Və Allah Subhanahu wa Taala Quran-ı Kərimdə deyir ki, özünüzü öldürməyin, öz əlinizlə təhlükəyə atmayın. Və bu malın israfıdır, canın israfıdır, bədənin israfıdır, sağlamlığın israfıdır. Və istənilən, yəni o Allaha sığınırıq onlardan. İstənilən o qutusunun üzərində görürsünüz ki, özləri də təsdiq edirlər ki, sağlamlığa ziyandır, zərər vurur. Və bununla müsəlman insan əxlaqına ola bilərmi? Və həmçinin şeyximiz Şeyx Məşhur Hafizəhullah bu şeyin yəni həqiqətən də insan ağlı ilə dərk eləməsi üçün bəzi yollarını izah edir ki, baxın siqaretin şəriətlə elə haram olmasını siz isbat edəcəksiniz. Baxın bir insan siqaret məsələn mübah olan şeylərdəndir, təmiz şeylərdəndir, yoxsa murdar olan şeylərdəndir. Elə təsəvvür edin ki, bir insan məsciddə o əməl edə bilərmi? Məsələn, məsciddə otursun, yandırsın, məsciddə çəksin. Eləyə bilərmi? Xeyr, eləyə bilməz. Kim cürət edib buna deyə bilər ki, hə, məsciddə çəkmək olar. Bunun əksi olaraq, üzr istəyirəm ifadəmə görə, təharətdə onu eləyənlər varmı? Əlbəttə. Subhanallah. Deməli, bu özü dəlalət edir ki, bu şey xəbis şeylərdəndir. Təmiz şeylərdən deyil. Həmçinin müsəlmanın hansı bir əxlaqında görmüşük ki, yəni yeyib içmək əxlaqında Peyğəmbər sallallahu aleyhi və səlləm bizə nə öyrədib? Sağ əllə başlamaq, bismillah demək, qurtardıqdan sonra elhamdülillah demək. Bu özü dəlalət edir ki, sənin yeyib içdiyin şeylər o şeylə, o zikirdən başlayıb bitirdiyin müddətcə nədir? Təmiz olan şeylərdir. İndi deyin mənə, bir nəfər təsəvvür edə bilərsinizmi siqaretə başlayanda bismillah desin? Bitirdikdə elhamdülillah desin. Mümkündürmü bu? Mümkün deyil. Deməli nədir? Xəbis olan şeylərdəndir. Və bu şeylərdən Allaha sığınırıq. Müsəlmanların əxlaqından deyil bu şeylər. Və kimlər də buna mübtəla olubsa, Allah Teala onlara hidayət versin. Və orucu batil edən, şübhəsiz orucu batil edən şeylərdəndir. Və bir insan, hətta alimlər deyir ki, fikir verin, bir insana Allah Resulü sallallahu aleyhi və səlləm halal, əsli halal olan şeylərdən yeyib içib, əsli halal olan şeylərdən yeyib məscidə gəlməyi qadağan edib. Məsələn, sizdən kim soğan və ya sarımsaq yersə bizim namazgahımıza yaxınlaşmasın deyir. Sallallahu aleyhi və səlləm. Əgər soğan və sarımsaq yemirsənsə getmə qardaş. Cəmaata əziyyət vermə. Vallahi bu şeylərə fikir vermək lazımdır. Gedir məscidə görürsən ki, adam deyə bilməsə də insan necə gəldi namazı necə qılırsan heç təsəvvür edə bilmirsən. O sən namazdan o xuşu götürdünmü, savab götürdü, götürmədin. Bütün fikrin orada qalır. Səni narahat eləyir, iyisi. İndi bax ki, əsli halal olan şeylərdə Allah Resulü çəkindirib. Vay o gündən insan siqaret çəkib məscidə gəlir, subhanallah. Necə dayanmaq olur onun yanında? O nəfəsindən o iyi gəlir. Ona görə müsəlman belə şeylərə diqqət etməlidir. Diqqət etməlidir. Haram olan şeylərdəndir, subhanallah.
başqa müsəlmanlara əziyyət vermək olmaz. Hətta namazda ikən Allah Resulü sallallahu aleyhi ve sellem buyurur ki, sizdən biriniz səsini qardaşının səsinin üstünə qaldırmasın. Yəni sən oxuyursan, Elhamdülillahi Rabbil Alemin, Errahmanirrahim, yəni qiraət edirsən. Səsini o dərəcədə qaldırma ki, sənin yanında olan nə oxudu bilmir. Və bu şeylərə, bu ədəb qaydalarına diqqət etmək lazımdır. İnsan namazda ayaqlarının duruşu ilə, bədəninin duruşu ilə, səhvdə mövqeyinin yeri ilə və yaxud da yəni haqqa girmək təkcə elə təsəvvür edilməsin ki, birini təhqir eləmək, döymək və yaxud da söymək açıq şəkildədir. Xeyr. İnsan bəzən ummadığı yerdən də insanların haqqına girə bilər. Məsələn, görürsən ki, Allah hidayət versin, siqaret çəkib məscidə gəlir. Mələk yaxınlaşmırsa, sən soğan, sarımsaq, əsli halal olan şeyləri yeyib, əgər namazı durmusansa, siqaretin insan yaxınlaşa bilmir sənə. O siqaretin iyisindən necə yaxınlaşsın? O şeylərə ona görə diqqət etmək lazımdır. Barakallahu fikum.